Salam dostlar. Bugün inşallah sizlə yumurtaların yuyulmaq qaydasını bölüşəcəm. Deməli, gördüyünüz kimi hindən gələn yumurtalar tökürsüz qazana. İstənilən bir qab ola bilər. Su nə soyuq, nə isti. Əl vuranda soyuqluğu hiss eləməyəcək dərəcədə olmağı bəs eləyir. Yumurtaları tökürük. Hardasa bir 2-3 dəqiqə qaldıqdan sonra başlayırıq istənilən bir parça ilə yumağa. Və yuyduqdan sonra həmən suyun özü ilə sadəcə bir dənə duruluyuruq və yığırıq latoka. Bir gün qaldıqdan sonra inkubatora vurulur. Həmən günü də vurula bilər, amma bir gün qalmağa daha məsləhətdir. Deməli dostlar, yumurtaları yumaqda məqsədimiz nədir? Gördüyünüz pompon yumurtalardır. Və burada isə broiler T88 sortu olan toyuğun yumurtalarıdır. Və gördüyünüz kimi hindən götürəndə bəzən yumurtalar belə üstü piçişli olur. Bu qaydada qoyanda nəcislərdə istənilən xəstəlik virusu ola bilər. O virus da inkubasiya dövründə içəridəki havaya qarışır və yumurtanın içində nəfəs alan cücələr həmən xəstəlikli havanı hava olaraq qidalandığına görə həmən xəstəliyə yoluxmuş olurlar. Ona görə də yumurtaların üz qabığı yuyulmağı mütləq şərtdir.